Salam, bu videoda çərçivə sənədinə yeni salınmış SWOT analizi iş üsulunu bir nümunə üzərindən izah etməyə çalışacağım. SWOT analizi ümumiyyətlə şagirdlərə hər hansı bir mövzunu müxtəlif tərəflərdən araşdırmağı öyrədir. Şagirdlərdə tənqidi düşünmə, əsaslandırılmış nəticə çıxarma, qərar vermə kimi belə bacarıqları inkişaf etdirir. Şagirdə belə bir cədvəl verilir. Məsələn, orada hər hansı bir, yenə deyirəm, proses anlayış haqqında, onun güclü cəhətləri, zəif cəhətləri, imkanları, risklər və bu cədvəl doldurulmalıdır. Məsələn, mən burada biologiyadan bir mövzu götürmüşəm, maddələr mübadiləsi. Bu cədvəl həm ümumiyyətlə iş üsulu şagirdlərə həm fərdi, həm də qrup şəklində işlədilə bilər. Cədvəl qruplara paylanılır. Maddələr mübadiləsini qruplar hər tərəfli araşdırıb cədvəldə qeyd edirlər. Məsələn, güclü cəhətinə yaza bilərlər, böyümə və inkişafı təmin edir, orqanizmin enerji tələbatını təmin edir. Zəif cəhəti olaraq maddələr mübadiləsi pozulduqda, maddələr mübadiləsi xəstəlikləri yaranır. Yəni, məsələn, karbohidrat mübadiləsi pozulanda şəkərli diabet kimi və digər belə maddələr mübadiləsinin pozulmasına yaranan xəstəliklər var. Yaş artdıqca maddələr mübadiləsi zəifləyir. Bax, bunlar zəif cəhətlərdir. İmkanlara yazmaq olar. Normal istirahət, normal yuxu müsbət təsir edir. Düzgün, keyfiyyətli qidalanma yaxşı təsir edir. Risklərə də həmçinin uzun sürən aclıq, susuzluq, qidada vitaminlərin, mikroelementlərin normada olmaması. Yəni, bu cür cədvəl tərtib edib şagirdə veririk. Şagirdlər araşdırıb, burada fərqli fikirlər əsaslandırılmış şəkildə öz fikirlərini bildirirlər.